Salam. Bundan əvvəlki videomda mən qeyd etmişdim ki, Türkiyədə etirazların fonunda Azərbaycanda daha çox siyasi videolar yayılmağa başlayıb TikTokda ki, Azərbaycandakı problemlərdən danışırlar və həmin videoların altında ən çox görünən şərh o idi ki, bilirsiniz əslində Azərbaycanda guya ki, İlham Əliyev yaxşıdır, prezident yaxşıdır, amma məmurlar, nazirlər pisdir. İkinci ən çox qarşılaşdığım şərh isə odur ki, əslində guya ki, Azərbaycanda vəziyyət Türkiyədəki kimi pis deyil. Mən bilmirəm Azərbaycanlılar, yəni xeyli bir qismi hardan bu nəticəyə gəlib, çünki bu tamamilə absurd bir fikirdir. Əvvəla biz bir ölkənin digər ölkədən daha yaxşı və yaxud pis olmasını necə ölçə bilərik? Bunun ən yaxşı parametri ondan ibarətdir ki, siz sadəcə olaraq baxırsınız. Bir ölkədən digər ölkəyə daha çox adam gedir yaşamağa, oxumağa, yoxsa digər ölkədən bu bir ölkəyə. Yəni Azərbaycanlılar daha çoxmu Türkiyəyə gedir oxumağa, yaşamağa, yoxsa Türkiyədən Azərbaycana? Məncə yəni buradakı cavabı hamı bilir də ki, Azərbaycandan Türkiyəyə xeyli sayda insan gedir, amma Türkiyədən Azərbaycana elə bir axın müşahidə olunmur. Digər tərəfdən biz istənilən parametrləri müqayisə eləsək, tibbin səviyyəsini, maaşları, təhsili, biz yenə də görəcəyik ki, Türkiyə bu cür iqtisadi böhranda olmasına baxmayaraq belə Azərbaycandan qat-qat daha üstün vəziyyətdədir.